Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Planlaşdırmır, Peter Siartodan açıqlama. İndi isə daha ətraflı. Şahin Muradinin müəllifi olduğu Dəli Domrul tamaşası Təbrizdə böyük maraqla qarşılanıb. Adı çəkilən səhnə işi Dədə Qorqud dastanının motivləri əsasında hazırlanıb. Tamaşada Azərbaycan epik poeziyasından, musiqisindən və rəqsindən istifadə izləyicilərin böyük marağına səbəb olub. Dəli Domrul pyesi mifoloji folklor hekayəsidir. Əsər Azərbaycanlı türklərin mifləri üzərində qurulub. Mən çoxdan istəyirdim ki, bu hekayəni səhnəyə çıxarım və hamı dürüstlüyün, əsl sevginin şahidi olsun. Bilirdim ki, bu tamaşa izləyicilər tərəfindən çox yaxşı qarşılanacaq. Çünki Dəli Domrul hekayəsi Dədə Qorqud kitabında ən çox diqqət çəkən povestlərdən biridir. Əsərin üstünlüyü ondan ibarətdir ki, o mifologiya elmində mövcudluğun əsas suallarını, yəni bəşəriyyətin ölüm, sevgi, iman, dürüstlük və fədakarlıqla əlaqəsini həll edir deyə Şahin Muradi bildirib. Tamaşanın xalq tərəfindən maraqla qarşılanmasına gəlincə, o bunun onlara motivasiya və ruh verdiyini deyib. Təbrizin 29 Bəhmən bulvarında uzun ömürlü ağaclar kəsilib. Bununla bağlı yerli fəallar məlumat paylaşıb. Məlumata görə adı çəkilən yerdə yaşıllıq zolağı və 100-dən çox ağac məhv edilib. Onların sözlərinə görə yaşıl soyqırım Təbriz Bələdiyyəsinin əməkdaşlarının vasitəsilə həyata keçirilib. Bunun səbəbi ilə bağlı müraciətlərin cavabsız qaldığı bildirilib. Sakinlərdən biri Vərziğanda yerləşən Əndiryan qızıl mədənindən küllü miqdarda tullantıların tökülməsi barədə video yayımlayıb. Tərkibində təhlükəli maddələr olan bu materiallar Azərbaycanın ətraf mühiti, səth suları, yeraltı su ehtiyatları üçün ciddi təhlükə yaradır. Əndiryan qızıl mədəni Azərbaycanın Vərziğan şəhərinin Xarvana rayonunda yerləşir. Mədənin ehtiyatı 30 milyon ton qızıl filizidir. İllərdir bu mədən ruslar və farslar tərəfindən talan edilir. Daha əvvəl Vərziğan təmsilçisi Allahverdi Dehqani Azərbaycandakı Əndiryan qızıl mədəninin 20 ildir ki, ruslara verilməsini tənqid edərək demişdi. Rusiya tərəfinin bu mədəndən nə qədər qiymətli metal və dollar istismar edəcəyi bəlli deyil. İnsanlar bu mədənin torpağından ən sadə texnologiyalarla qızıl çıxara bilirlərsə, o zaman mədən niyə başqalarına verilməlidir? 2011-ci ildən Vərziğan şəhərinin Xərvanə rayonunda fəaliyyət göstərən bu mədən dəfələrlə ətraf mühitin çirklənməsinə, dağılmasına səbəb olub. Siyanid məhsulu sızdıraraq rayon torpaqlarının çirkləndirilmiş, rayonun əkinçilik, heyvandarlıq və arıçılıq sahələrini məhv etmişdi. Bugün sentyabrın 23-cü səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanan siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq eyləminə əl atıblar. Bu barədə İnsan Haqları Təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar. Aclıq eyləmi 87-ci dəfədir ki, hər həftənin ikinci gündən başlayaraq 24 saat müddətinə keçirilir. Qeyd edək ki, 2025-ci ilin əvvəlinə bugünə kimi İranda 1000 məhbus edam edilib. Bunların 28-i qadındır və aralarında siyasi baxışlarına görə öldürülənlər də var. Xəbərlərimiz davam edir. Türkiyə Respublikasının Milli Təhsil Naziri Yusif Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinə rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında təhsil sahəsi üzrə sazişlər imzalanıb. Bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verilib. Səfərin davamında Elm və Təhsil Naziri Emin Əmrullayevlə Türkiyə Respublikasının Milli Təhsil Naziri Yusif Tekin arasında iki tərəfli görüş keçirilib. Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli sazişə əlavə protokol və Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli protokola əlavə protokolun imzalanması mərasimi baş tutub. Sözgedən sənədlərin imzalanması iki qardaş ölkə arasında təhsil sahəsində birgə layihələrin daha da inkişafına möhkəm zəmin yaradacaq. Dünya gündəmi ilə davam edirik. Amerika Hərbi Hava Qüvvələri Ukraynaya F-16 qırıcı təyyarələrinin yaradılması və istismarına dəstək vermək üçün Lockheed Martin şirkəti ilə 26 milyon dollar məbləğində müqavilə imzalayıb. Bu barədə Pentaqonun məlumatında bildirilib.
Müqavilə üzrə işlər Texas ştatının Fort Worth şəhərində aparılacaq və 30 may 2029-cu il tarixinədək tamamlanması planlaşdırılır. Müqavilə Amerika və müttəfiqlərinin Ukraynaya uzunmüddətli dəstəyini əks etdirir. Proqrama pilotların və texniki heyətin təlimi, ehtiyat hissələrinin tədarükü və digərləri daxildir. Layihənin maliyyələşdirilməsi Building Partner Capacity Ukraine Security Assistant Intivate təşəbbüsü çərçivəsində Federal Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Pentaqonun bəyanatında vurğulanır ki, bu müqavilə Amerika və müttəfiqlərinin Ukraynada tərəfdaş potensialının artırılması istiqamətində daha geniş səylərinin bir hissəsidir. Macarıstan Rusiyadan neft alışını dayandırmaq niyyətində deyil. Bunu Macarıstanın Xarici İşlər naziri Peter Siarto BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində bildirib. Başqa yerdən neft-qaz almaqla bağlı xəyal qurmaq gözəl olardı, amma Rusiyadakı mənbələr olmadan etibarlı enerji tədarükünü təmin edə bilmərik deyə o qeyd edib. Macarıstan Xarici İşlər Nazirliyinin başçısı ölkəsinin enerjini yalnız müvafiq infrastrukturu olan ölkələrdən ala biləcəyini qeyd edib. O vurğulayıb ki, Budapeşt Rusiyadan tədarük olmadan enerji təhlükəsizliyini təmin edə bilməz. Siarto bu bəyanatı Amerika prezidenti Donald Trumpın NATO üzvü olan bütün ölkələri Rusiyadan neft alışını dayandırmağa çağırmasından sonra verib. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.